Qasım Səfərov adlı cahil Rafizi bəzi videolar hazırlayıb bilirsiniz. Və sonuncu videoları hansı ki videosundan biri belə deyək. Görün nə deyir? Deyir ki, biz şiyələr dünyanın neçə müxtəlif ölkələrində şiyə məzhəbli insanlar var. Onlar demişəm ki, sahabələrin heç də hamısını sevmirlər. Baxırlar ki, Peyğəmbərdən sonra sahabə Quran və Əhl-i Beytin yanında qalıbsa, onu sevirlər. Əhl-i Beytə düşmən olanları sevmirlər. Allahu Akbar. Və bunun özü zəlalətdir. Bunu sən hardan götürmüsən? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. Bu bəhsimizdə inşallah Teala Buxari və Müslim kitablarına, hansı ki Quran-ı Kərimdən sonra ən səhih kitab hesab edirlər bu kitabları. Bu kitablarda keçən rivayətləri oxuyub, Vəhabilərin 3 məşhur inancının necə batil olduğunu inşallah Teala göstərəcək. Baxın, bu cür bəhslər eləyin, səhih mənbələr qeyd eləyin. Deməli, biz dünənki bəhsdə göstərdik ki, artıq dünənki bəhsdə bu barədə ətraflı ərəbcədə oxuyub tərcümə eləmişik. İndi sadəcə olaraq hədisin tərcüməsini qeyd edirəm. Deməli, Dorar.net saytına müraciət etdik. Burada Əs-Silsilətü Sahihə kitabından, Əlbaninin Vəhabi müftisinin kitabından bir rivayət qoyublar. 1-ci cild 444 rəqəmli səhifə. İsnaduhu sahihun. İsnadı səhihdir, yəni səhih rivayətdir. Həmçinin Müslimdə gəlib 695, Buxarıda 1084 rəqəmli rivayət. Deyir ki, Osman Minada həcdə 4 rəkat qılardı qəsr namazını, bidət gətirmişdi. Bugün Vəhabilərdən soruşsanız, səfərə çıxanda 4 rəkatlı namazları 2 rəkat qılırlar. Osman bidət eləmişdi, 4 rəkat qılırdı. Və Abdullah ibn Məsud deyir ki, mən Əbu Bəkirin dövründə 2 rəkat qılırdım, Ömərin dövründə, Osmanın xilafətinin ilk illərində 2 rəkat qılırdım, indi 4 rəkat qılıblar. Və bir nəfər deyib ona ki, sən Osmanı eyb tutursan, sən özün də 4 rəkat qıldın. O da deyib ki, ixtilaf etmək şərdir. Deməli, Osman nə edib? Peyğəmbərin şəriətinin xilafına gedib. Həmçinin Dorar.net saytında Müslimə isnadən yenə başqa bir rivayət qoyublar. 1223 rəqəmli rivayət, Buxarıda 1563 rəqəmli rivayət. Deyir ki, Mərvan deyir ki, Osmanla İmam Əlini əleyhissalam gördüm. Osman mütəni qadağan edirdi, həc mütəsini. Amma İmam Əli əleyhissalam gördüm ki, ləbbeyk dedi ümrə və həc üçün və Osmana qulaq asmadı. Dedi ki, mən Peyğəmbərin sünnəsini heç kimə görə tərk etmərəm. İmam Əlinin əleyhissalam bu sözünə diqqət edin, ərəbcəsini deyirəm. Mə kuntu li ədə'ə sünnətən nəbiyyi sallallahu aleyhi və aleyhi və səlləm li qavli əhədin. Mən deyir, kiminsə sözünə görə Peyğəmbər sünnəsini tərk etmərəm. Baxın, sünnətən nəbi deyir. Sünnə sözü gəlib burada. Peyğəmbərin sünnəsini tərk etmərəm. Burasına diqqət edin. Həmin rivayətə oxşar rivayət yenə Müslimdə 1223 rəqəmli rivayət səhihdir. Məlum olduğu kimi Müslimi səhih hesab edirlər. Deyir ki, İmam Əli əleyhissalam Osmanla Usfan adlı bir məntəqədə görüşdülər. İkisi də orada idi. Osman mutəni yaxud ümrəni qadağan edirdi. İmam Əli əleyhissalam dedi ki, sən Peyğəmbərin etdiyi bir şeydən nə istəyirsən, niyə etmirsən, qadağan edirsən onu? Osman dedi, boşla. İmam Əli əleyhissalam dedi ki, mən kiməsə görə mən səni boşlamaram və başladı Peyğəmbərin sallallahu aleyhi və səlləm sünnətinə uyğun olaraq əməl etdi. Baxın, sünnə sözü keçib rivayətdə, düzdürmü? İmam Əli əleyhissalam Peyğəmbərin sünnəsinə əməl edir və Osmanın bidətinə məhəl qoymur. İndi başqa bir rivayət oxuyuram. Baxın, görün Vəhabilərin 3 mühüm böyük əqidələri necə batil çıxır. Dorar.net saytında bir rivayət qoyublar Sahih Müslimdən. Müslimdə 1847 rəqəmli rivayətdir. Huzeyfə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, Yəkunu bə'di əimmətun la yəhtədunə bihudəyə və la yəstənnunə bisunnəti. Məndən sonra deyir, imamlar, başçılar, rəhbərlər gələcəklər ki, mənim hidayətimlə hidayət tapmazlar və mənim sünnətimə əməl etməzlər. Və la yəstənnunə bisunnəti. Mənim sünnətimlə getməzlər. Orada İmam Əli əleyhissalam nə deyirdi? Mən deyir ki, məsələ görə Peyğəmbərin sünnəsini tərk etmərəm. Deməli, Osman sünnənin xilafına hərəkət edirdi. Deməli, Osman buradakı imamlardan biridir. O kəslərdən ki, Peyğəmbərin sünnəsinə əməl etmirlər. Peyğəmbər buyurur ki, وَسَيَقُومُ فِيهِمْ رِجَالٌ قُلُوبُهُمْ قُلُوبُ الشَّيَاطِينَ fi cüthməni insin.
Deyir, onların aralarında elləri olacaq ki, qəlbləri şeytanların qəlbləridir, amma insan cildindədir. Və sahabi deyir ki, mən Peyğəmbərdən soruşdum ki, mən nə edim əgər həmin dövrə düşsəm? Güya Peyğəmbər buyurub ki, təsmə'u və tuti'u lil-əmir. Susarsan, eşidərsən, itaat eləyərsən əmirə. Və in duribə zahruka və uxizə maluka fəsmə' və ati'. Hətta deyir, belindən vurulsa, malın əlindən alınsa da sus və qulaq as və itaat elə. Baxın, deməli Osman həmin o şəxslərdən biridir ki, Peyğəmbərin sünnəsinə əməl etmir. Həmin başçılardandır ki, Peyğəmbərin sünnəsinə əməl etmir. Amma bunlar nə deyirlər? Osmandan deyir, Allah razıdır. Sahabə ədaləti var bunlarda. Allah bütün sahabələrdən razıdır. Necə Allah razıdır ki, sən Allahın Peyğəmbərinin sünnəsi ilə getmir bu adam. Bidət gətirib dinə. Bütün bidət əhlidə deyirsiniz, zəlalət əhlidir, bütün zəlalət əhlidə cəhənnəmdədir. Necə olur ki, Osman cənnətdədir? Bu əqidələri puç oldu. İkinci məsələ, deyirlər Osman ümmətinin ən üstün üçüncü şəxsidir. Necə ola bilər ki, Peyğəmbərin sünnəsinə əməl edən şəxsi İmam Əli əleyhissalam 4-cü xəlifə elan eləmişsiniz. 4-cü ən üstün şəxs. Peyğəmbərin sünnəsinə əməl etməyən şəxsi isə ondan qabağa salmısınız. Deməli bu tərtibiniz də batildir, özünüzdən uydurmusunuz. Birincidir, ikincidir, üçüncüdür, dördüncüdür. Bu uydurmadır. Üçüncü uydurma əqidələri nədir? Deyirlər, hakimə qarşı çıxmaq olmaz. Çünki Peyğəmbər deyib, sus və itaat elə, amma İmam Əli əleyhissalam hakimə qarşı çıxır. Bu hədis olsaydı, Peyğəmbər bunu buyursaydı, İmam Əli əleyhissalam bunu bilməli idi, yoxsa yox bilməli idi. Sən demirsən, İmam Əli əleyhissalam sahabədir, xeyrul qurundur, ümmətin ən üstün dördüncü şəxsidir. Necə olur ki, sən bilirsən, alimsən, Peyğəmbərin şəriətini bilirsən, İmam Əli əleyhissalam bilmir, imamı cahil hesab edirsən və yaxud da bilir, əməl etmir, ondan daha pis. Görürsünüz necə batil əqidədəsiniz. İbn Teymiyyəni müdafiə edən o cahil bəhslərimizdən qaçdı, suallarımızdan qaçdı, cavab vermədi. Utanmaz bizə deyirdi ki, sən hardan çıxartmısan ki, Qur'anla və Peyğəmbərlə, Qur'anla və Əhl-i-Beytlə qalmayan sahabələri biz sevmirik. Bax, buradan çıxartmışam, ey cahil. Gizlənirsən orada, cavab vermirsən bəhslərə, heç bir suallarımıza cavab vermirsən. Niyə? Çünki batil əqidədən üzə çıxır. Allah Qur'anda buyurur ki, ey Peyğəmbər, onlara de ki, əgər Allahı sevirsinizsə, in kuntum tuhibbunallaha fattabi'uni. Allahı sevirsinizsə mənə tabe olun. Yuhibbukumullah, Allah da sizi sevsin. Osman tabe olmur Peyğəmbərin sünnəsinə. Allah onu necə sevə bilər? Allahın sevə bilmədiyi şəxsi, Allah ki bir şəxsi sevmir, onun məhəbbətini möminlərin qəlbində qərar verə bilər. İbn Teymiyyədən misal gətirmişdi Minhacı Sünnədə ki, deyir, sahabələrin məhəbbətini möminlərin qəlbində qərar verib. Necə ola bilər ki, Peyğəmbərin sözünə, Quran ayəsinə əməl etməyən Osmanın məhəbbətini Peyğəmbər, Allah möminlərin qəlbində qərar versin? Çıx buna cavab ver, gizlənməklə deyil. Həmçində debat fərarisi, o birisi, heç bir suallarımıza cavab vermədi, bəhslərimizdən qaçdı. Ona görə də bunların əqidəsi batildir, puçdur, heç bir məsələlərə cavab verməyə də qadir deyirlər, acizdilər. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.